Salam. Yine də maraqlı bir sualla gəlmişik. A, B, C tam ədədləri üçün 2 üzəri A üstəgəl 2 üzəri B üstəgəl 2 üzəri C bərabərdir 35/32 olarsa, bu ədədlərin cəmini tapmaq tələb olunur. Bunu həll edək. Və bu ifadəni bu şəkildə yazaq. (35'i 32 üzərində -1 şəklində yazaq. Daha sonra bunu aşağıdakı formada dəyişək. 35 ədədini bu formada 2'nin qüvvətləri şəklində 1 üstəgəl 2 üstəgəl 32 şəklində yazaq. O birisi 32'ni isə 2 üzərində -1 üzərində 5 şəklində yazaq. Aydındır ki, 2 üzəri A üstəgəl 2 üzəri B üstəgəl 2 üzəri C bərabərdir. 1 yazmaq olar 2 üzərində 0. 2 yazmaq olar 2 üzərində 1. 32'ni yazmaq olar 2 üzərində 5 vurulsun. -1'i 5'e vuranda 2 üzərində -5. Buradan 2 üzərində A üstəgəl 2 üzərində B üstəgəl 2 üzərində C bərabərdir. Mötərizəni vurub atsaq 2 üzərində -5 üstəgəl 2 üzərində -4 üstəgəl 2 üzərində 0 olar. Sağ və sol tərəfləri müqayisə etsək, A üstəgəl B üstəgəl C-nin -5 üstəgəl -4 üstəgəl 0 və ya -9 olduğunu tapmış olarıq. Çox sağ olun.